Leysan, dolu, güclü külək. Hava yenidən pisləşir. Xəbərdarlıq edildi. İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə reporta Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti. Dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.